Din bu amilləri gəlir aktiv edir. Bəli deyir, ola bilər bu amillərdən biri də olmasın, bu dünyadır. Amma olmadığı təqdirdə bir alternativ amil təqdim edir ki, o boşluğu doldurur. Məsələn, insan sağlamlığı istəyir ki, sağlam olsun da. İnsanın sağlıqla da əlaqəsi var. Düzdür? Amma elə bir xəstəliyə duçar olmusan ki, bu xəstəlik ölənə qədər sənlə mənlədir, misal. Əl çəkməyəcək. Yoldaşdır, sirdaşdır ölənə qədər. Din gəlir, neynir? Alternativ bir dənə amil qoyur ortaya. Din nə qədər mənəviyyatın güclü olsa, Rəbbinlə xüsusi ünsiyyət qura bilsin, o boşluq da olacaq. Daha özünə qapanmayacaqsan ki, bu xəstəlik niyə məndə oldu? Qapanmayacaqsan özünə. Qopa biləcəksən xəstəlikdən. O anda hələ xəstə halında Rəbbinlə danışıb səid ola bilərsən, xoşbəxt ola bilərsən. Diqqət elədiniz. Düzdür, sağlamlıq bir amildir. Amma din gəlir bir dənə o olmadığı təqdirdə bir mənəvi bir amil təqdim edir. O mənəvi amil alternativ olaraq keçir önə, o boşluğu doldurmağa başlayır. O boşluğu doldurmağa başlayır. Amma bir dənə qeyd, bu dəqiq bir nöqtədir, bunu yaddan çıxartmayın. Mənəvi amilin alternativi yoxdur. Yəni, məsələn, Allahı al insanın həyatından, pulu da ver, imkanatı da ver, səhhəti də sağlam olsun, heç bir problemi belə deyir, maddi bir problemi olmasın, bu xoşbəxt olacaq, deyir, yox, xoşbəxt olmayacaq. Sıxılacaq, boğulacaq, narahat olacaq. Yəni, bu qeyd elədim ha, yəni mənəvi amilin alternativi yoxdur. Ona görə Quran nə deyir? Əla bi zikrillah tətməinnul qulub. Alternativ axtarmayın Allahla olan ünsiyyətə. Bu olmasa mümkün deyil. Aram ola bilməzsiniz. Keçici nələrsə ola bilər, gülər zahirən 2-3 saatlıq nəsə ola bilər, ondan söhbət getmir. Amma sıxılarsan. Sıxılarsan. Din deyir, məsələn, tutaq ki, xəstələnmirsən, xəstəlik səndən əbədidir, ölənə qədər. Əbədi deməyək, ölənə qədər. Din gəl necə mənə həll edir məsələni? Din narahat olmada ən uzağı ölümlə hər şey bitər. Deyərsən ki, ölümlə necə hər şey bitər? Ölümlə hər şey bitdi, qutardı, getdi. Deyir, yox. Din ölümə fərqli yanaşır. Deyir, ölüm yoxluq deyil ki, ölüm ölümü öldürməkdir. İnsan ölümü dadır, ölüm insanı dadmır. Kullu nəfsin zaiqatül mevt. Sən dadırsan ölümü, ölüm səni dadmır. Keçiddir ölüm. İnsan baxışın dəyişir. Həyat olan baxışın dəyişir. Həzrət İmam Hüseyin ağanın Kərbəla çölündə olanda Ömər Sət ki birinci oxu atdı. Oxu atandan sonra başladılar 30 minlik ordu, qoşun. Nə qədərsi başladılar oxu atmağa da İmam Hüseyin tərəfə, xeymələr tərəfə. Belə yazırlar. Əqbələtis siham minəl qovm kəənnəhəl qatr. Deyir, ox yağış kimi yağırdı. Ox yağış kimi yağırdı. Həmən anda İmam Hüseyin ağanın bir cümləsi var, dedi, səbrəm bənil kiram. Ay kəramətlilər, səbirli olun. Fəməl mut illa qəntərə. Siz zaten qalibsiniz, hər halda qalibsiniz. Hətta ölsüz də belə qalibsiniz. Yaxşı. Bu ölüm fəməl mut illəl qəntərə. İlla əl-qəntərə. Ölüm də keçiddir, yoxluq deyil. Həmən anda İmam Hüseyin deyəcəyi sözdür. Din ölümü nikbin və pozitiv izah edir. Yox olmaq, məhv olmaq deyil ölüm. Müvəqqəti həyatdan əbədi həyata köçmək kimi təqdim edir ölümü. Və din zaten deyir, hamı öləcək. Heç kəs bu dünyada qalmayacaq. Heç kəs. Quranda maraqlı bir ayədir. Deyir, وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدِ. Səndən öncəkilər hamısı öldü, getdi ya Rasulallah. أَفَاِنْ مِتَّ فَاِنَّهُمُ الْخَالِدُونَ. Sən öləcəksən, bunlar yaşayacaq. Bizim Peyğəmbər Allah deyir. Səni də aparın bu dünyadan, bunları saxlayaram. Elə qalmalı olsaydı sən qalardın. Səni də aparacaq. Əfəin mittə fəhumul xalidun. Sən ölsən, bunlar yaşayacaq. Sən öləcəksən, bunlar da ölməlidir.
Din ölümü belə izah verir. Quran ayələrinə baxın. Deyir, ölüm insanın bərzəx aləmi keçididir. Bir başqa bir aləmdir. Qiyamətlə dünya arasında. Ora bir keçiddir. Oradan da bir keçid edirsən qiyamətə. Və Quran küfr əhlindən belə danışır. Küfr əhli. Onlar ki, bəşəriyyətə qənim kesidiblər. Deyir, qalu Rabbuna əməttənə isnatayni və əhyəytənə isnatayni. Sən bizi 2 dəfə öldürdün, 2 dəfə diriltdin. Küfr əhli 2 dəfə ölər. Onlar 2 dənə ölüm gözləyir. Biri bu dünyadadır, bunu ilə bitməz. Bir dənə də bərzəxdə öləcəklər. Bərzəxdə ölüb qiyamətə gələcəklər. Küfr əhlinin Quran yanaşmasına əsasən, baxın ayə, təslim təfsirindən çıxarışlar edirəm, bölüşürəm sizlə. Deyir, 2 dəfə öləcəklər. Bir bu dünyada ölürlər, bir də bərzəxdə öləcəklər, qiyamətə daxil olacaqlar. Amma iman əhlindən Allah danışır. İman əhli deyir, la yazuquna fihəl maut illa əl-mu'tətəl ula. İman əhli deyir, bir dəfə ölər. Bitdi. O da bu dünyadan öldü, keçdi bərzəxə. Bərzəxdən qiyamətə diri-diri keçəcək. Nəinki ölüb keçəcək. Diri-diri keçər. Ölüb keçməz. İlla əl-mu'tətəl ula. Bir dəfə ölüm dadarlar. Əl-mu't, ölüm, mu't. Əl-ula bir dəfə. Bir dəfə ölüm dadarlar. Başqa ayda buyurur ki, o ölüm, o bərzəxdə nə olacaq? Qiyamət sur çalınacaq da. İndi o necə olur, o proses, onunla işim yox. Nufixə fis-suri. Sur nədir, nə deyil, oradan çıxın. O sur çalınar. Fəsaiqə mən fis-səmavati və mən fil-ərd. Yerdə, göydə kim varsa nə olar? Saiqə. Bir izahı budur, ölər. İlla mən şaəllah. İstisnalar var amma, onlar ölməyəcək. Onlar diri-diri keçəcəklər. Sümmə nufihə fihi uxra fəizahum qiyamun yanzurun. Sonra ölənlər də yerdən qalxarlar. Bu ayə həll edir məsələni. Hamı 2 dəfə ölməz. İman əhli bir dəfə. Dinin, Quranın ölümə baxışı budur. Dinin, Quranın ölümə baxışı budur. Bura qədər danışdıqlarımı xülasə eləsəm, səadətin amilləri 2 dənədir. 2 dənə amili var. Maddi amillər, mənəvi amillər. Bunlar gəlib bir yığışsın, insan səid və xoşbəxt olsun. Və bu amillər ki var, 2 dənədir, maddi amillər, mənəvi amillər, bir hissəsini iman əhli dünyada təmin edəcək, tam kamil forması İmam Zaman zühur eləyəndə olacaq. O amillər bir yerə tamamilə cəm olacaq. Dünya nəfəs alacaq. Belə rahat, belə ürəkdən nəfəs almaq var ha. Dünya bilən ürəkdən belə nəfəs alacaq. Və bu mənəvi amillər, maddi amillər ikisi bir yerə toparlanır, insan olur səid, yaxşı, xoşbəxt. Bir dənə belə bir sual verim. Bu amillər ki var insan səadət üçündür, onlar dəyişəndir, yoxsa sabitdir? Nə mənada? Desən dəyişkəndir, yəni belə. Bir dönəm bəşəriyyət bir şəkildə xoşbəxt olublar, bir müddətdən keçəndən sonra bir başqa cür şəkildə xoşbəxt olacaqlar. Dəyişkəndir, yəni bu mənada. Yox, belə deyək. Bir də var deyək, yox. Sabitdir qanunlar. İnsan səadət üçün sabitdir amillər. Yəni, insan övladı elə Adəmin vaxtında bu cürünə xoşbəxt olub, indi də elə bu cürünə bir dənə müəyyən bir amillər var. Onlar dəyişmir, onlar həmişə sabitdir. İnsan yalnız o şəkildə xoşbəxt ola bilər. Yəni, amillər dəyişəndir, yoxsa sabitdir. Yəni, Adəmin vaxtından ta indiyənə qədər bir dənə amil, 2 dənə, 3 dənə amil var ki, onlar yalnız insanı xoşbəxt edir. Yoxsa onlar dəyişilir zamanla. Müəyyən bir əsrdə başqa amillər gəlir, insan o amillərlə xoşbəxt olur. Onlar gedir, o birisi əsrdə o birisi amillər gəlir, insan o amillərlə xoşbəxt olur. Necədir vəziyyət? İnsanın səadəti üçün olan amillər dəyişkəndir, yoxsa sabitdir? Çox sadə dedim də. Cavab. Bəzi amillər dəyişkəndir, bəzi amillər fundamental sabitdir. Onlar heç vaxt, onlar həmişə lazımdır.
Adəmin vaxtından ta qiyamətə qədər o amil olmasa, o sabit amil, o fundamental amil insan xoşbəxt ola bilməz. Amma bəzi amillər var dəyişkəndir. Məsələn, misal çəkək, bir dənə misal çəkim də. Məsələn, texnologiya inkişaf etməmişdən öncə atı, dəvəsi olan özünü xoşbəxt hiss edirdi. Məsələn, təsəvvürün gedin bir keçmişə də, birinin atı var, dəvəsi var idi. İstədiyi yerə rahat şəkildə tez gəlib çatdırırdı özünü. Atı, dəvəsi olan deyirdi, mənim hər şey var. Ərəblərin belə bir misalı var, deyir. Dəvəm varsa hər şeyim var. Düzdür. Amma müasir dünyamızda at, qatır yox. Onu əvəz eləyən nədir? Məsələn, lüks, tutaq ki, komfortlu maşın. At olana deməzlər ki, maşın olana deyərlər. Misal üçün də, falan kəsin imkanatı var. O dönəmdə görsən at idi, indi məsələn maşındır. Bunlar dəyişə bilir. Hardasa belə amillər dəyişə bilər. Bu kimi misallar çəkmək olar. Amma bəzi amillər var, onlar sabit amillərdir. Onlar yerini heç nə dəyişə bilməz. Qiyamətə qədər o amil mövcud olmalıdır. Məsələn, Allaha olan iman. İlk insan xəlq olunandan ta qiyamətə qədər. Allaha iman olmasa, bəşər xoşbəxt olamaz. Amma bəziləri gəlib nə deyiblər? Deyiblər yox. Din insanları bir dönəm xoşbəxt eləyib. Bir dönəm. O dönəm getdi. İndi din insanları xoşbəxt edəmir. Dinin yeri nə aldı? Texnologiya, elmin inkişafı. Dini qoy kənara. Hətta belə deyirlər də, hətta din insanın indi nəinki xoşbəxtliyinə xidmət edir, onun tənəzzülü aparır. Saadətinə yox, bədbəxtliyinə xidmət edir. Yəni, başa düşürsünüz də nə mövzulaşdı? Anlayırsınız. Amma əsla belə deyil. Mənəvi amil sabitdir, dəyişən deyil. Çünki fitri ehtiyac sabitdir. Mənim canım həmişə Allaha teşnədir. Bu can Adəmin vaxtında da belə idi, indi də belədir, qiyamətə qədər də belədir. Bu can həmişə susuzdur. Allaha olan eşqlə sirab ola bilər, başqa yolu yoxdur. Amma bəşəriyyətə qənim kəsilən insanlar deyir, yox. Ehtiyac yoxdur. İnsan fitrəti Allaha olan eşqə həmişə ehtiyaclıdır. İnsan fitrəti uşaq kimi deyil ki, aldadırsan uşağı, 100 manat əlində pul var, aldadır bir dənə konfet verir. İnsan fitrəti belə uşaq deyil, aldadırsan, yox, mümkün deyil. Həqiqi o fitrət, qorusan onu aldatmaq olmur. İnsan fitrəti belədir, həmişə Allaha ehtiyac var. Aristotelin məntiqində insana tərif belə verirlər ki, insan tərif edir məntiqdə. Deyir, insan canlı düşünən varlıqdır. Canlı danışan varlıq. Yəni, insan nə? İnsan tərifi nə oldu? İnsan düşünən canlı. İkisinin birləşməsi. Bu birləşir olur insan. Düşünən canlı. İnsanın, yəni başqa məxluqdan, məsələn, üzr istəyirəm ifadə, heyvandan ayıran cəhət nə oldu burada? Düşünmək. Məsələn, at düşünmür. At düşünsün, yox. Nəsə də görsəz, onlar da instinkt bir şeylərdir. At düşünsün, məsələn, indiki atlar düşünür, nəticə, yox, instinkt nəsə öyrədə bilərsən, ha, misal. Əhəlləşdirə bilərsən, başqa bir şey. İnsan düşünən varlıqda, Aristotelin məntiqində insanın tərifi budur, canlı düşünən. Yaxşı. Düşünmək onu o birisi canlılardan ayırır. Məsələn, atdan ayırır. Bu bir tərifdir, məntiqdə verilib. İrfanda isə insana biraz daha dərin tərif verilir. Biraz öncə deyilən tərif də insan heyvanla müqayisə olunurdu. İrfanda verilən tərif biraz daha fərqli tərifdir. Deyir, insan diridir, diridir. Və Allahın axtarışında olan varlıqdır. İnsan tərifi budur. İrfanda belə tərif verilir. Diri Allahı axtaran varlıq. İnsan tərifi. Yaxşı. Diridir nə mənada? Həydir nə mənada?
Yəni onun bir tərəfi var ki, əbədi olaraq həmişə var olacaq, heç vaxt aradan getməyəcək, onun ruhu. Bu materiya bədən çürüyə bilər, amma ruh həmişə ruh heç vaxt çürüməyəcək. Olar ki, özünü asır, qutarsın canı, o canın qurtarmır səni. Bu bədən çürüyə bilər, o can səndən həmişə. O ruh həmişə həydir, diridir. O ölməklə yox olmur. Keçid edir başqa bir aləmə, başqa bir aləm. Diqqət elədiniz? Ona görə deyir, insanın tərifi budur, həydir o, diridir. Ruh çünki həmişə həydir, diridir. Ruhun bir bəqası var. Bəli, insanın bir cüz'i hissəsi var, o da bədənidir. O aradan geyəcək. O aradan geyəcək. İnsanın tərifi belə verir, həy, diri, yəni Allah axtarışında olan varlıq. Dərin sözdür bu söz. Allah axtarışında olan. Bir var deyək, yox. Diridir, Allahı tanıyır. Tanımaqdan da ötə. Ola bilər sən bir nəfər tanıyırsan, amma onu heç axtarmırsan da. Məsələn, filan kəsdən danışırlar, sənə tanıtdırırlar onu. Deyirsən, oldu da, tanıdım. Deyirək, gedək görüşə, deyir, yox, vaxtım yoxdur. Tanıyırsan, onu axtarmırsan. Onu görməyə teşnə deyilsən. Yaxşı. Sonra gəlirlər sənə onun haqqında başlayır danışmaq. O bilsən kimdir, necədir, filan kəsdir, filan kəs. Deyirsən, doğrudan, deyir, hə. Bir dənə görə bilərəm onu. Deyir, indi yox, gözlələ. Haçan, gözlə də deyəcək. Üstündən 2-3 gün keçir, yıxırsan. Görüş nə oldu, deyir, anda. Axırıcı, haçan, deyəcək də, indi axtarır. Allah insana həm özünü tanıdıb, həm özü haqqında danışıb. Ona görə insan nəinki Allahı tanıyan varlıqdır, deyir, insan Allahı axtaran varlıqdır. Yaxşı. Fitrətəllahəlləti fətrən-nas əleyha la təbdilə li xəlqəllah. Fitrətullah yəni bu. Fitrət deyəndə yəni bu. Allahı axtaran varlıq. Yaxşı. Mənim vücudum onu axtarır. Sən məni onu əlimdən alırsan. Elə bir sən onu axtarırsan, bir nəvə deyək, gedək başqa adam var, o da qəşəng savadlıdır, gedək onunla görüşür. Gəl görüşür, deyib, bu o deyil axı. Hadi bu da savadlı, bildim, mən onu birisini axtarım. Bu o deyil. Sonra götürürlər, bunu aparırlar bir dənə yerdə, gedək oturaq, biraz yeyək, danışaq, yeyir, oturur, danışır, gülür. Deyib, onu istəyirəm axı. Mənim başımı niyə aldırsınız? Bugün bəşəriyyətə qənim kəsilənlər də belədir. Deyir, İnsan vücudu onu axtarır, alternativlər göstərir. Deyir, məsələn, bax, filan. Deyir, insan biraz gedir, sonra görür, o deyil. Deyir, aldatmadan, mən onu axtarıram axı. Ona görə bu mənəvi amil əvəz olunmaz amildir. Deyə bilirəm. Çünki mən fitrətimi Allah belə yaradıb. İnsanın tərifi irfanda budur. Həy, diri, Allah axtaran varlıq. Bəli, bu fitrət zəifləyə bilər. Zəifləyə bilər. Demirəm, zəifləyə bilməz. Tam itibaradan gedər, deyir, yox, tam itibaradan getməz. O qədər zəifləyər ki, praktik həyatında heç bir izi olmaz. Belə, elə yaşayarsan, geçsən ki, Allah yoxdur həyatda. O, olar. Amma tamamən insan fitrət aradan geçsin, dindir mümkün deyil. Heç mümkün deyil. Ən azı çətinliyə düşəndə, boğulan anda, hər yerdən ümidin üzüləndə için başlayar qışqırmağa, hayqırmağa, fəryad çəkməyə, Allah Allah deməyə. Də'vullah muxlisinə ləhuddin. Quran deyir, çətinliyə düşən kimi elə, hey Allah Allah deyərsiniz. Ən azı çətinlikdə özünü göstərər. Çünki tam aradan getmir. Ən azı can üstündə adam çırpınar. Ən azı deyir, adam can üstündə, can vermək asan bir şey deyil. Can vermək üstüz elə mülkədir, çox rahat bir şeydir, xeyr. Çətin keçər bəzi insanlara. Ən azı da insan qiyamətdə öləndən sonra fitrət tamamən üzə çıxar. Allaha ehtiyaclı olduğu orada hiss edərsən. Burada da bu şəkildə. İnsana belə tərif verirlər.
Nəzəri irfanda insana belədir. Həy, diri. Allahı axtaran, üstəgəldə bir dənə də bir şey əlavə ediblər. Ölən. Burada mələklərdən ayrılır. Mələk ölmür. Deyirlər, mələyin da təkamülü yoxdur. Quranda ayı var. Və mə minnə illə ləhu məqamun məlum. Onlar bir dənə məlum, bir dənə məqamları var orada. Amma insandır ki, ölür bu dünyanı tərk eləyir, keçir bərzəxə. Da mələkdə belə bir şey yoxdur. Bu dünyanı tərk eləsin, keçsin bərzəxə. Bu dünyanı tərk edib bərzəxə keçmək üçün mot, ölməlisən. Bu cəhətdən mələkdən də bir pillə qabaqdadır insan. Başqa cəhətlər öz yerində, bu cəhətdən. İnsan belə bir varlıq. Ona görə insan həyatına görə diqqət eləsin. Sənin səadətin yolu o fitrətin səsinə qulaq asmaqdan keçir. Ömür də gəlir, gedir. Zaman da gəlir, gedir. Vaxt da gəlir, gedir. Özünü aldatma. Əmir-ül-Müminin bir dənə gözəl hədisi var. Deyir, ma fatə məza. Dünən getdi. Dünən gələcək? Yox. Ma fatə məza. Dünən getdi. Və mə səyətik fəeyn. Sabah hardadır? Dünən getdi. Sabah hardadır? Yəni, sabah bilirsən, duracaqsan yuxudan. Və mə səyətik fəeyn. Sabah hardadır? Fəxtənəməli fursə beynəl ədəməyn. İki dənə yoxluğun arasındasan. Dünən getdi, sabah da hələ yoxdur ki. Bugünündən müğayət ol. Fəxtənəməli fursə beynəl ədəməyn. İki dənə yoxluğun arasında olan bugündəsən. Bugündə çırpın, çalış, səadətin üçün çalış, cəmiyyətin səadəti üçün çalış, addım at. Addım at ki, səyid olasan, xoşbəxt olasan. Bu gün də nəticələr aldıq. Müxtəlif o səadətlə bağlı aldığımız nəticələr ki, bunlara insan diqqət eləsə, həyatında çox böyük dəyişikliklər olur. Həqiqətən, olduqca böyük dəyişikliklər olur. Səadət amilləri belə bir mövzu açdıq. Dəyişkəndirmi, yoxsa sabitdirmi? İki hissəyə böldük. Dəyişkənlər, sabit olanlar. Allaha olan iman sabitdir. Onun yerini heç tuta bilməz, heç nə. O sənin səadətin üçün fundamentaldır, mühümdir, öndə gedən amildir. Çünki sənin fitrətin belə yaranıb. Sənin Allah fitrəti, daxili aləmi elə yaradıb ki, sən tərifin budur, həysən, diri, üstə gəl. Allahı axtaran varlıqsan. Ona görə məlum, o sabit amil, dəyişməyən amillə birləşə bilməsən, sən səyid və xoşbəxt ola bilməzsən.